Hər kəs baxsın, feil bölməsə start edirik. Feil ingilis dilində the verb, feil. Baxın, feillər, əsas feillər, main verbs, əsas feillər, köməkçi feillər, auxiliary verbs, baxın, auxiliary verbs. Buna nə deyir? Bağlayıcı feillər, link verbs. Bir də modal feillər, modal verbs deyə sintaktik quruluşuna görə 4 yerə bölünür. Əsas feillər və adından bəlli olduğu kimi əsasdır. Cümlədə tərcümə etmək olur. Məsələn, deyirəm ki, be a man, adam ol. Bax, buradakı be görsən, ol mənasını verir. Məsələn, deyirəm ki, give me, mənə ver. Bax, görsən, burada tərcüməsi var. Tərcüməsi olduğuna görə əsas feillər deyirlər. Köməkçi feillər tərcüməsi olmayan feillərdir. Mən köməkçi feillərin adını bala qoymuşam. Çünki hər bir əsas feilin özünün köməkçi feilləri var. Zamanlar bölümünə start veririk. Zamanlara başlayanda görəcəksiniz ki, hər bir əsas feilin də adını ana qoymuşam. Hər bir ananın özünün balası olmalıdır. Yəni, köməkçi feili olmalıdır. Köməkçi feil Azərbaycan dilində tərcümə edilmir. Yəni, köməkçi feillər am, is, are, ya da was, were, ya da do, does, did, ya da shall, will, should, would, have, has, had və s. bunlardır. Və bunlar hər biri bir zamanın köməkçi feilidir. Başa düşdünüz? Gəldik link verblərə. Zaten link verbləri siz zərfdə və sifətdə öyrəndiniz ki, tərcüməsi elə bir ki, predikativ funksiyası yerinə yetirir. Predikativ nədir? İsmi xəbər funksiyasını yerinə yetirir. Cümlədə əlaqələndirici feil kimi bildirilir və hərəkət bildirmir bu feillər. Hərəkət bildirmədiyinə görə də buna link verblər deyirlər. Köməkçi feil, bağlayıcı feil deyirlər. Başa düşdünüzmü? Hərəkət bildirməyən bu feillər, bağlayıcı feillər hansılardır? Be, become, smell, seem, taste, look, get, found və s. Sound və s. Bunlar nədir? Link verblərdir. Xəbərlik funksiyasını yerinə yetirən, hərəkət bildirməyən feillərdir. Özündən sonra sifətlə işlənən feillərdir. Bunu da zaten ətrafı keçdik. Modal feillərdə tərcümə, ayrı-ayrılıqda hərəsinin özünün tərcüməsi var. Amma əsas feil deyil. Özündən sonra əsas feilə möhtac olan feillərdir. Mən də bunun adını loru deyə də möhtac feillər qoymuşam. Yəni, modal feillər cümlələrdə təklikdə işlənə bilmir. Bu haqda ətraflı irəliləyən dərslərdə keçəcəyik. Cümlədə təklikdə işlənə bilmir. Məsələn, tutaq ki, deyirəm can, could, may, might və s. Bunlar modal feillərdir. Özündən sonra mütləq hansısa bir əsas feil olmalıdır. O əsas feil olmasa, modal feil cümlədə iştirak edə bilməz. Başa düşdünüz? Daha ətraflı irəliləyən dərslərdə keçəcəm. İndi bu verb, yəni verb haqqında feil nədir? Feil sintaktik quruluşuna görə 4 yerə bölünür və feil deyəndə tanıyacağınız ilk şey bunlardır. İndi gəlin, burada başqa bir məqama keçək uşaqlar. Feilin formaları. Bax, buradan yazıram. Feilin formaları. Feilin 4 dənə forması var. Ümumiyyətlə, feil özü 2 yerə bölünür. Bir deyirlər qaydalı feillər ingilis dilində, qaydalı feillər. İngilis dilində də adı regular verbs'dür. Bir də deyirlər qaydasız feillər. Qaydasız feillərin də ingilis dilində adı bəli, irregular verbs'dür. İndi ümumiyyətlə istəyir qaydalı feil olsun, istəyir qaydasız feil olsun. Qaydalı feillərində, qaydasız feillərində 4 dənə növü var. Verb 1, yəni verb feildir. Verb feildir. Bunu qısaltmışam, V1 demişəm. Verb 1, verb 2, verb 3 və verb 4. Baxın, bu oldu qaydalı feillər. Eyni ilə qaydasız feillər də bölünür. Verb 1, verb 2, verb 3 və verb 4. Qaydalı feildə olsa, qaydasız feildə olsa 4 dənə növü var. Verb 1, verb 2, verb 3, verb 4. Bu, hər bir növ, hər hansı bir zamanın əmələ gəlməsində kömək edir. Məsələn, indiki sadə zamanın əsas feili hansıdır desəm, sən deyirsən verb 1. Main verb, əsas feil. Əsas feilin funksiyası neydi? Cümlədə tərcüməsi var, əsasdır, anadır. Başa düşdünüzmü? Verb 1. Keçmiş sadə zamanın əsas feili nə desəm, deyəcəksiniz verb 2. Gələcəyin əsas feili yenə verb 1. Davam edicilərin əsas feili verb 4, bitmişlərin əsas feili verb 3. Hər bir zamanın özünün anası var. Yəni bu feillər zamanların düzəldilməsində iştirak edən feillərdir. Başa düşdünüz? İndi uşaqlar, baxın. Bəs yaxşı, verb 1 deyəndə biz nə başa düşürük? Verb 1 deyəndə verb 1 indiki zaman feilidir. İndiki zamanların əmələ gəlməsində kömək edir. Məsələn, indiki sadə zamandır, gələcək sadə zamandır. Bunlar hamısı indiki zaman. 4 sadə zamanın əmələ gəlməsində kömək edən feildir. Verb 1. Başa düşdünüzmü? Verb 2 deyəndə biz nə başa düşürük? Verb 2 deyəndə biz keçmiş zamanların əmələ gəlməsində kömək edən feillər başa düşürük. Bəs verb 3 deyəndə nə başa düşürük? Uşaqlar, verb 3-ün ikinci adı participle to'dur. Feili sifət 2 deməkdir. Azərbaycan dilində də feili sifət var. Mış, miş, muş, müş.
İngilis dilində də həmin o mış mış muşmuş participle to qısa forması P2-dir. Feili sifət 2 adlandırılır və feilin 3-cü forması da feili sifət 2-dir. Başa düşdünüzmü? Feilin 4-cü forması isə participle one-dır. Azərbaycan dilində də var feili sifət an-ən. İndi bilmirəm, Azərbaycan dilində an-ən deyəsən feili sifətdir, mış feili bağlamadır, nədir, onu bilmirəm. Amma İngilis dilində ikisi də feili sifətdir. Sadəcə verb 4 feili sifət 1-dir, an-ən olandır. Verb 3 isə feili sifət 2-dir, mış olandır. Başa düşdünüz? İstəyir bu dediyimiz üsul qaydalı feillərdə olsun, istəyir qaydasız feillərdə olsun. İkisində də feillərin verb 1-i indiki zaman, verb 2-si keçmiş zaman, verb 3-ü participle 2-dur, verb 4-ü də participle 1-dır. Başa düşdünüz? Bütün feillərin verb 4-ü verb 1-lərin sonuna ing artıranda bərabər olur verb 4-ə. Bütün feillərin verb 4 forması verb 1-in sonuna ing artırmaqla düzələn formadır. Bunu da yadda saxladınız. İndi mən deyirəm ki sizə feillər bir qaydalı idi, bir qaydasız idi. İndi mən qaydalı feillərdən verb 1, verb 2, verb 3, verb 4-də burada feil yazacağım. Məsələn deyirəm bir dənə qaydalı feil play. Play qaydalı feildə oynamaq deməkdir. Bütün qaydalı feillərin verb 2-sinin də sonuna id artırıram, verb 3-ünün də sonuna id artırıram. Yəni bütün qaydalı feillər id artırmaqla düzəlir. Başa düşdünüz? Verb 2, verb 3-də. Bütün qaydalı ya da qaydasız dəxlisi yoxdur. Verb 4-lər ing ilə düzəlir. Başa düşdünüz? Qaydalı feillər hamısı verb 2-də və verb 3-də id ilə düzəlir. İndi siz deyəcəksiniz ki, mən bura play yazdım, mən bura məsələn dance feilini yazdım, mən bura məsələn repeat feilini yazdım və s. İstədiyiniz qədər qaydalı feil yaza bilərəm. Onu verb 2-yə qaldıra bilərəm, sonuna id artırıb, yaxud da verb 3-ə qaldıra bilərəm, yenə sonuna id artırıb, verb 4-də də ing artırarım, qaldıra bilərəm. İndi siz deyə bilərsiniz ki, müəllim, siz hardan bildiniz ki, bu qaydalıdır? Çünki mən bütün qaydasız feilləri əzbərləmişəm. Əzbərlədiyimə görə də qaydalıları da əzbərləmişəm. Birinci qaydasızları əzbərləyirik, sonra qaydalıları əzbərləyirik. Bütün qaydasız feilləri əzbərləmişəm. Ondan sonra artıq testdə hansısa feilə baxanda deyirəm ki, bax bu qaydasızdır, bax bu qaydalıdır. Testdə düşür ki, choose a correct regular verbs. Düzgün qaydalı feilləri seçin. A variantında verir məsələn play, dance, repeat, understand. Getdi. Çünki understand qaydasız feilidir. Başa düşdünüz? Yəni ki, biz onları əzbərləməliyik ki, testdə onları düzgün tapaq. Yaxşı? Ay sağ ol. İndi mən bura irregular verbs yazacağım. Hansı ki sizin əzbərləməyə verəcəyim cədvəldir. Irregular verbs. Irregular verbs də özü verb 1, verb 2, verb 3, verb 4, 4 yerə bölünür. İndi baxın görün. Qaydasız feillər də 4 yerə bölündü. İndi mən burada 1-2 qaydasız feil yazıram. Məsələn, yazıram tutaq ki become sözünü. Become sözünü, feilini sən zaten link verblərdə də öyrənmişdin ki, link verbdə həm də qaydasız feildir. Become, became, become. Baxın, bəzi qaydasız feillər var ki, verb 4-lər hamısı ing deyə onu yazma gərək yoxdur. Bəzi qaydasız feillər var ki, onların verb 1-i ilə verb 3-ü bir-birinə oxşuyur. Bəzi qaydasız feillər var ki, 3-ü də fərqlidir. Məsələn, eat, ate, eaten. Baxın, 3-ü də fərqlidir. Fərqli cür düzəlir. Yəni qaydasız feillər necə düzəlir? Kökdən dəyişməklə düzəlir. Kökdən dəyişir. Başa düşdünüz? Və yaxud da başqa bir feil verim. Məsələn, choose, chose, choose-un. Görürsünüz, hamısı fərqli cür düzəlir. Bu da fərqlidir, bu da fərqlidir, bu da fərqlidir. Bəzi qaydasız feillər var ki, burada id ilə düzələnlər də var. Başa düşdünüz? Bəzi qaydasız feillər var ki, üçü də eynidir. Bax, let. Put, cut, üçü də eynidir. Bəzi qaydasız feillər var ki, bundan bu eynidir. Bax, məsələn, burada bundan bu eynidir. Bəziləri var ki, iki də, verb 1 ilə verb 2-si eynidir. Başa düşdünüz? Bunları da biz əzbərləməliyik. Qaydasız feilləri necə əzbərləyirik? Qaydasız feilləri uşaqlar, deməli, yazaraq əzbərləməliyik. Yazaraq əzbərləmədiksə işimiz alınmayacaq. Çünki testdə götürürlər. İndiki sadə zaman olan yerdə indiki sadə zaman var, amma orada became sözünü yazıb. Tutaq ki, became sözünü yazıbdı. Şagird ilişib qalıbdı ki, became niyə səhv olsun ki? Deyirəm ki, bala bax, indiki sadə zaman olanda o hərfi olmalıydı. A hərfi yox. Bir dənə hərf sənin testini səhv aparır. Necə ki, riyaziyyatda bir dənə rəqəmi səhv yazırsan, testin səhv gedir. İngilis dilində də bir dənə hərfi səhv yazdın, testin səhv gedir. Başa düşdünüz? Məsələn, verib də tutaq ki, come, came, come. Bax, buradan yazıram. Come, verb 1-dir, came, verb 2-dir. İndi şagird verb 1-in yerinə cami, A-la olanı yazır. Cami, o-la olanı yazmır. Sizin dizdə danışamayacaq. Deməli, burada came varsa, indiki sadə zamanda came'i versə o səhv olacaq. Başa düşdünüz? Ona görə də diqqətli olmalısınız ki, testlərdə bunu tapa bilərsiniz.
Bildiniz? Məsələn, bax bu verb 1 ilə bu verb 100 bir-birinə oxşuyur. Düzdürmü? Bu da odur, bu da odur. Yadında qalsın. İndiki sadə zamanda verb 1 tək işlənir. Tək işlənir. Verb 3 isə heç vaxt tək işləmir. Bunların qabağında have, has, had nəsə olmalıdır. Tək işlənə bilməz. Yaxşı, daha ətraflı zamanlarda keçəcəm. Amma hələ ki sənə qaydalı feil nədir, qaydasız feil nədir, feilin 4 forması var, verb 1 nədir, verb 2 nədir, verb 3 nədir, verb 4 nədir? Bu haqda danışıb başa salmağa çalışdım. Aydın oldu, başa düşdünüz buranı? Bəli, bu da feillə tanışlıqdır. Feilin də şəkilçiləri var. Necə isim düzəldən şəkilçi var, sifət düzəldən şəkilçi var, feil düzəldən şəkilçilər də var. Onlar da bir zəhmət 4 dənədir, 5 dənədir, kitabınızda var, əzbərləyirsiniz. Da orada feil düzəldən şəkilçilər, sadə, düzəltmə, mürəkkəb feillər haqqında danışmıram. Özünüz orada oxuyun, orada qeyri-adi bir şey yoxdur. Təsirli və təsirsiz feillər ingilis dilindən çıxardılmayıb. İngilis dilində təsirli feilin ümumiyyətlə tanımırsa bizim işimiz getməz var. Baxın, feillər var təsirli, var təsirsiz. Təsirli feillər Azərbaycan dilində necə bilirdin? Özündən sonra var transitive verbs, var intransitive verbs. Bu arada bunun ingilis dilində deməliyəm. Təsirli feillər özündən sonra tamamlıq tələb edən feillərdir. Məsələn deyirəm ki, give, ver, nəyi ver? Məsələn, give a book, kitabı ver, mənə ver. Özündən sonra tamamlıq tələb edir. Təsirsiz feillər isə özündən sonra tamamlıq tələb etmir. Məsələn, bax deyirəm ki, die, ölmək, to die, ölmək, nə etmək? Ölmək. Tamam sonra tamamlıq tələb edir. Amma deyirəm ki, kim? Öldürmək. Kimi öldürmək? Nəysə, uşaqlar kompleks obyekti gəlin də izah edəcəm. To have feili haqqında danışaq. Hər kəs bura baxsın. Bax, buradan yazıram to have. Baxın. To have nə deməkdir? To have varı olmaq, sahib olmaq deməkdir. Nəyəsə sahib olmaq, sahiblik anlamını verir. Malik olmaq, varı olmaq. Baxın, mən deyirəm ki, I have, məsələn, a car. Mənim maşınım var. Buradakı have, yəni mən nəyə sahib olduğumu bildirmək üçün istifadə edilir. Düzdürmü? İndi mən buna sual versəm, desəm ki, have I a car? Bu cümləm yanlış olar. Niyə yanlış olar? Bayaq mən sənə dediyim, indi də deyirəm, doğru dildə bunu bil. Yadında qalsın, uşaqlar. Hər bir cümlədə işlənən feil nə idi? Əsas feilidir. Bu əsas feilin doğru dildə adı nədir? Ana. Hər bir ananın balası olmalıdır. O balalar bizə sual, bax bu sual cümləsi idi. Ya da inkar cümlələrdə bizə kömək eləyir balalar. İndi I have a car təsdiq cümlədir. Sən bunu sualda demək istəyirsənsə, buna bala gələcək köməyə. Bala nədir? Do I have a car? Mənim maşınım var. Bax, sual cümləsidir. Nə gəldi bala? Do. Gördünüz? Ay sağ ol. Məsələn, bax deyirəm ki, məsələn, yazıram. I haven't a car. Bu düzdür? Çünki, bax, bu anadır. Anaya inkarlaşdırmaq üçün bala kömək eləməlidir. Bu özünü bu şəkildə inkarlaşdıra bilməz. Yəni bunu inkarlaşdıranda deyəcəm ki, I don't have a car. Başa düşdünüz? I don't have a car. Aydın oldu. Yəni yadınızda qalsın. Have feili sualda və inkarda özü-özünə sual verə bilməz. Belə özü-özünü inkarlaşdıra bilməz. Belə. Bildiniz? Sual və inkarda ona köməkçi vasitə gəlməlidir. Do, does. Bəs yaxşı, do nədir, does nədir, bu do, does hardan çıxdı? Bunları zamanlarda keçəcəm. İndiki sadə, keçmiş sadə. Onları keçdikcə izah edəcəm sizə. Hələ ki bunu bilin. İndi bir var ki, have feili. Bir də var ki, uşaqlar, have got feili. Baxın, have got feili. Bunlar ikisi də var. Varı olmaq, sahib olmaq. Eyni anlamdır. İkisi də eynidir. Başa düşdünüzmü? Bəs yaxşı, aralarındakı fərq nədir? Məsələn, I have, bayaq ikisini yazacağım. Məsələn, I have a book. Kitabım var deyirəm. Eyni şeyi burada deyirəm. I have, bu dəfə got'u verdim. I have got a book. Bax, ikisi də eyni mənadır. İkisi də varı olmaq, sahib olmaq deməkdir. Mənim kitabım var, mənim kitabım var. Amma sual verəndə sən bunu deyə bilmirsən. Have I a book? Bax, belə deyə bilmirsən. Niyəsin bayaq dedim. Amma bunu deyə bilirsən. Have I got a book? Bunu deyə bilirsən. Niyə? Çünki bu cümlədə bax, gör, bir ana, iki ana. İki ana varsa, demək bunlardan birisi bala olacaq artıq, köməyə keçəcək. Bildiniz? Got burada oldu ana, ikinci gələn olur həmişə ana. Birinci gələn olur bala. Başa düşdünüz? Da sən bura əlavə do-nu gətirib, məsələn, do I have got deyə bilməzsən. Niyə? Çünki bu cümlənin özünün tərkibində ana da var, bala da var. Əlavə bir balaya ehtiyac yoxdur. Başa düşdünüz? Bax, have-i keçirdirəm qabağa, have I got. Aydın oldu. İnkarda I haven't got. Got olmasa səhv olar. I haven't got a book. Gördünüz? Amma mən burada deyə bilməzdim. I haven't a book. Belə deyə bilməzdim. Niyə? Çünki bu birbaşa baladır. Yanında ana yoxdur. Başa düşə bildiniz nə demək istədim? Bu incə detala diqqət edin. Yaxşı. İndi have-in bir də has versiyası var. Üçüncü şəxsin təkində has olur. Üçüncü şəxsin təki hansılardır? He, she, it. He, she, itdə has olur. Geri qalanlarda have olur. Eyni ilə burada have got'un bir də has got versiyası var. Üçüncü şəxsin təki keçdiyi. Bax, birinci şəxsin təki nədir? I. İkinci şəxsin təki nədir? You. Üçüncü şəxsin təki hansılardır? He, she, it. He, she, it. İndi məsələn, Rauf neçənci şəxsdir? Üçüncü şəxsin təkidir, he'dir.
Gülay neçənci şəxsdir? Üçüncü şəxsin təkidir, she'dir. Başa düşdünüz? Telefon neçənci şəxsdir? Üçüncü şəxsin təkidir, itdir. Bildiniz? Məsələn, deyirəm ki, qızlar neçənci şəxsdir? Üçüncü şəxsin cəmidir, zeydir. Məsələn, deyirəm ki, Aydan və mən neçənci şəxs olduq? Birinci şəxsin cəmi, mən varam. Aydan və mən, kim? Biz, we olduq. Məsələn, deyirəm ki, Aydan və sən. Bəli, kim? Siz. Yaxşı, bu şəxslərin təki cəmini anlayırsınız da. Bəli, burada da eyni ilə has üçüncü şəxsin təkindədir. Aydın oldu, başa düşdünüz? Have, has bu qədər, have got, has got bu qədər. Sizi bununla bağlı hər hansı bir test indi yazsam, tapa bilərsiniz. Tamam. Sakin. Ben sonra sizi gözlemeyeceğim. Buyurun, basit cümlelerle yazdım ki tafanız rahat olsun. Görün necə başa düşdünüz hərf eylemi. Yəni də 7-dən yazdım. Buyurun. 2, 6, 7. Sonra 2, 6. Sonra 2, 5, 7. Sonra 2, 6, 7. 2, 4, 7. Sonra 2, 4, 6. Sen ne olursan sen 2, 4, 6 3 nefer dedi. 2, 4, 6, 7 dedi. Sonra sonra gözle sonra 2, 4, 7. 2, 4, 7. Sonra neyse Zahir? 74. 74 sadece işte. Ne dersen? Hansın demişsen sen? Bu. 2, 4 ne dersen? 2, 4, 6, 7. Tamam sonra. 2, 6, 7. 2, 6, 7. Ayhan bir fikir söyle görüm o. 2, 6, 7. Gelin izah edin. Hazırsınız izaha. Hansına yine izah edin. Kırmızı. Baxın, xan baxsın bura. Baxın. Deməli belə uşaqlar. Birincisi səhvdir. Ona göre səhvdir ki, siz artikeldə öyrənmişdiniz ki, breakfast, supper, dinner, lunch bunlarla artikel olmaz. O vaxt olar ki, qabağında sifət olsun. Sakin. A good breakfast, a bad breakfast, a delicious breakfast. Qabağında sifət varsa hansılar idi? Time, education, knowledge, dinner, breakfast, supper. Yadınızda qarşısında sifət varsa artikel qoyuruq. Yoxsa qoymuruq. Ona göre birincisi səhvdir. İkincisinə baxıram, hər kəs baxsın. İkincisi, have özündən sonra got, some information burada problem yoxdur. 2 düzdür. Üçüncüsünə baxıram. Haven't we got an English teacher, bu da düzdür, problem yoxdur. Baxın, sualda da verə bilərəm və sualı inkarda da qura bilərəm. Sən deyirsən ki, mənimlə gəlirsən, sual verdim. Mənimlə gəlmirsən, yenə sual verdim. Azərbaycan dilində təsdiqdə sual verə bildiyimiz kimi inkarda da sual verə bilirik, düzdür? İngilis dilində də have we got deyə bildiyimiz kimi haven't we got da deyə bilirik. Yəni inkarda da sual verə bilirik. Dördüncüsü, Tomla have yox, has olmalıydı. Ay dördü seçənlər, ayıb oldu. Tomla have yox, has olmalıydı. Axı deyirəm ki, Rauf neçənci şəxsin təkidir, Gülay neçənci şəxsin təkidir. Ağzımda soruşuram. Bu he-dir, he. Üçüncü şəxsin təkində has olar. Bu da getdi. Beşincisi, they had got İngilis dilində have got, has got var ama had got yoxdur. Heç mən sənə lövhədə had got yazdım. Have got yazdım. Has got yazdım ama had got yazmadım. İngilisdə had got yoxdur. İndi vurdum bak. Had got ifadəsi yoxdur İngilis dilində. Testə düşür. Altıncısına baxıram. I don't have a good time. Səhvdir. Çünki time, education, supper, dinner, breakfast qabağında sifət varsa article olur. Sifət yoxdursa article olmur. Good var, eyni qoymalıydım. 6 səhvdir. Və mən səni bu bəsit have-lə çaşdıraram heç. İmtahanda da bu düşür da. Və bu mənim nənəmdə bildi. Hə, have, inkarda don't have. Haven't olmaz. Mən bura yazsaydım I haven't a good time. Sən bunu səhv tapardın. Deyərdin ki, müəllim, haven't a good time olmaz. Çünki haven't burada öz-özünü inkarlaşdırmaz. Şu düşünərəm ki, səhv taparsan. Çünki yəqin başa düşdünüz qaydanı. Mən belə yazdım da. Sonra 7. She hasn't got a house for living. Bu düzdürmü? Niye səhv ki? Has got, hasn't got. Nə fərqi var ki? She üçüncü şəxsin təki də hasn't got, ev sayılır, evimi qoymuşam yaşamaq üçün. Bu düzdür. Cavab 2, 3, 7'dir. 2, 3, 7 də maalesef yoxdur burada. Hə? Brainstormingdir də. Amma brainstorming'i asan qurmuşdur uşaqlar.